Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Bugünkü mövzumuz soğuduay, naizəduay, yəni qısa tipli cavablardır. Deməli, qısa tipli cavablarda fikir veririk ki, birinci növbədə təsdiq və inkar və onların geniş və qısa forması, o da aşağı hissədədir. Deməli, birinci növbədə başlayırıq nə ilə? Fikir verəcəyimiz məqam to, also. Əgər sənə verilən cümlə nümunə təsdiqdədirsə, biz ona so ilə, ki o daha sonra tanış olacaq, so ilə, to ilə, also ilə. Bu to məsələsinə gəldikdə biraz dayanmaq istəyirəm. Niyə görə? Çünki to iki məqamda işlənir. Cümlənin sonunda və cümlənin ortasında. Əgər cümlənin sonunda olarsa mütləq şəkildə to also təsdiqə verilən bir cavabdır. Amma yox, cümlənin ortasında olarsa, yəni to zərf olarsa, sifəti təyin edərsə, o zaman orada heç bir qayda yoxdur. Sualda da işlənə bilər, inkarda da işlənə bilər, təsdiqdə də ola bilər, hər cür işlənə bilər. Deməli, bizim burada fikir verəcəyimiz məqam nədir? To-nun cümlənin sonunda işlənmə məqamıdır. Yəni, cümlənin sonu, also isə mübtəda ilə xəbərin arasında, yəni əsas feildən öndə işlənir. Köməkçidən sonra əsasdan öndə işlənir. Onu da bu formada yadda saxlayırıq. To cümlənin sonunda, also mübtəda ilə xəbərin arasında yerləşir. Məsələn, belə bir nümunə yazsaq, bu bunun uzun bir versiyasıdır. Biz buna qısa bir cavab da verə bilərik. Deyək ki, they like watching cartoons too. Baxın, işlənmə yerinə fikir verin cümlənin sonunda. Və yaxud da also-nu işlətmək istəyiriksə, əsas feilin ön hissəsində işlədirik. Bəs yaxşı, biz also-nu sona qoysaq, to-nu ortaya qoysaq bir dəyişiklik olarmı? Təbii ki də olar. Testlərdə yanlışlıq olacaq. Çünki biz həmişə also-nu testlərdə harda görəcəyik? Cümlənin ortasında, daha doğrusu to-nu cümlənin sonunda, also-nu cümlənin ortasında görəcəyik. Davam edirik. Daha sonra isə bizə nə lazımdır? İnkarda olma deməli, versiyalar lazımdır. Gəldi aizə. Deməli, əgər cümlə inkardadırsa və mən fikir verim, bu cümlə inkardadır. Mən ona nə ilə cavab verirəm? Aizə ilə. Aizənin işlənmə yerinə görə bir fərqlilik varmı? Təbii ki də var. Buna çox diqqət edin. Niyə? Biz aizəni əvəzlik dərsində ilk dəfə eşitmişik ki, aizə ikisindən biri deməkdir və özündən sonra sayılan tək gəlir və heç vaxt inkarda işləmir. Niyə? Çünki aizənin inkar qarşılığı var. Neither. Either, neither. Aydındır. Yəni, biz orada deyirik ki, aizəni heç vaxt inkarda işlətmirik. Burada da qayıdıb deyirik ki, aizə mütləq inkarda olmalıdır. Bunların bəs bir-birindən fərqi nədədir? Yəni, biz bunu çaşmadan və əziyyət çəkmədən necə ayırd edə bilərik? Yoldaşlar, bu aizə, baxın, bu soğuduay, naizəduay dərsinə aid olan aizə cümlənin harasındadır? Sonundadır. Əgər cümlənin sonundadırsa, deməli, mən nəyə analiz edirəm? Mənə verilən cümlə inkardadır. İşim bitdimi? Bitmədi. Niyə? Çünki testlərdə buraxılan çox kobud bir səhv. Cümlə inkardadır, aizəni yazıb, biz onu götürürük. Xeyr, bizim fikir verəcəyimiz ikinci və ən önəmli məqam aizənin işləndiyi cümlədə mütləq inkar olmalıdır. Əgər mənə orada yazsa ki, the girl could remember, yanlışdır. Niyə? Çünki aizə mütləq şəkildə inkar cümlədə olmalıdır və inkara cavab verməlidir. Üçüncü bir ana qayda aizəyə sonda işlənməlidir ki, inkarda qoya bilək. Deməli, 3 dənə burada nə var? Çox böyük bir qayda var. 1. İnkara cavab verirəm. 2. İnkar cümlədə qoyuram. 3. Cümlənin sonunda qoyuram. Niyə bəs aizəni bu qədər vurğuladım? Çünki aizə cümlənin ortasında işlənsə, özündən sonra isim gəlsə, o olur əvəzlik. Əvəzlikdən sonra sayılan tək isim gəlir və mütləq şəkildə o inkar ola bilməz. Buna da diqqətlə fikir verin. Daha sonra isə, bax, burada belə bir versiyalar var. Fikir verin. Yəni, buranın lövhəni silək, sizə tam aydın olsun. Deməli, burada fikir verin nəyə? Biz bayaq danışdıq to ilə also-dan, düzdürmü? Biz olan biraz uzun versiyalar idi. Burada isə daha qısa versiyalardır. Mübtəda, onun köməkçi feili və yaxud da modal feili, daha sonra isə to, also, either fərqi yoxdur. Davam edirik. Məsələn, bu formada bir cümləni verdi mənə. Mən onu necə yazaram? Mübtədasını yazdım, yəni nə ilə işlədim? My father, köməkçi feili does, sonra nə? To. Bitdi. Sonra gəldim.
My father. Hə, buradakı fərq nədir? Bayaq sənə dedim, köməkçi feil və modal feil. Mübtəda ilə xəbərin ortasında işlənəcək. Buyurun. Şu, bunu bu formada da yaza bilərəm. İstəsəm uzun da yaza bilərəm. Yəni cümlənin sonuna bunu köçürərəm. Ən sonuna to artıraram. Ortasına also artıraram. Yəni bunun geniş və qısa formatda işlənməsi var. Məsələn, bu da ona dair nümunədir. Bir də bu da ona dair nümunədir. Aralarındakı fərq nədir? Bu cümlə hansı zamandadır? Present simple tense form. Hardan bildim? Gives. Deməli, bunun köməkçi feil nədir? Does'dır. Deməli, düşdüm aşağı. Bəs burada cümlənin sualın ikən nə ilə düzəlir? Can-lə. Bəs nə yazdım bura? Can yazdım. Məsələ bitmişdir. Və bunun digər bir zaman forması past simple tense form. Yəni, idi, keçmiş sadə zaman nə ilə düzəlir? Did-lə düzəlir. Bitmişdir. Yəni, bunlar eyni formatdadır. To, also. Sadəcə bəzi fərqli işlənmə yerlərinə görə verdik ki, daha rahat başa düşəsiniz. Davam edirik. İndi isə gəldik nəyə? Biz bunların qısa hissələrindən danışdıq ki, əgər cümlə təsdiqdədirsə, to ilə cavab verəcəm. Also ilə cavab verəcəm. Əgər cümlə inkardadırsa, either ilə cavab verəcəm. Və gəldik dərsin adına. Fikir verin, dərsin adı bir düsturdur. Məsələn, dərsin adı nədir? Qısa tipli cavablar, yəni el arasında biz buna nə deyirik? Başlıqlar da elə bundan verir. So do I, nice do I dərsi. So do I, nice do I. Baxın, oradakı so do I nə deməkdir? So do nədir? Köməkçi feil və ya modal feil. Bax, fikir verin, bu düsturun özüdür. So'dan sonra köməkçi feil gələ bilər, modal feil gələ bilər. Və sonra nə gəlməlidir? Mübtəda. Bəs dərsin adı nədir? So do I. Yəni, şərti olaraq verilən ad düsturdur. Yəni, gedəcəyim xəritədir. Davam edirəm. Deməli, bunu nəyə görə izah elədim? Yəni, birdən dərsdə yadımdan çıxsa ki, so'dan sonra mübtəda mı gəlir, yoxsa do mu gəlir? Dərsin adına fikir verin. Testlərdə bir variant budur. Məsələn, so I do. Səhvdir. Nə olmalıdır? Do I. Köməkçi feil gəlməlidir, sonra mübtəda. Yəni, bunların yerin səhv dəyişik salmayın. Məsələn, bu formada bir cümləmi yazdı. We could save some money because of cheap price. Deməli, burada nə elədim? So yazdım. Köməkçidirmi, modaldırmı cümləyə baxıram. Cümlənin sualın ikən nə ilə düzəlir? Could-la düzəlir. Onu da gətirdim, yazdım bura. Could. Sonra mübtədasında nə edirəm? Çevirib yazıram. So could they. Onlar da həmçinin. Bu formada tərcümə olunur. Daha sonra digər bir nümunə ilə several months ago, the Smiths moved to another town. So köməkçi feil, daha doğrusu so'mu yazdım. İndi baxıram görüm köməkçi feilim nədir? Bu cümlənin sualın ikən nə ilə düzəlir? Aha, moved idi. Past simple tense form. Didini yazdım. Mübtədasını gətirdim, yazdım. The Browns. Brownlar da həmçinin bu formada. Sonra davam edirik. Nə ilə? Bunun qısa bir versiyası ilə. Biz bayaq to ilə also'nun geniş hissəsinə dedik, qısa hissəsinə dedik. İndi bir dənə gələk bu Aizənin inkar qısa hissəsinə. Məsələn, bu boyda cümləni verdi mənə, mübtədamı yazdım, köməkçi feilimi yazdım, either'ımı işlətdim. Bəs necə olsa burada yanlış olar? Yazsa ki, Anna does Aizə yanlışdır, qətiyyən. Sonra ikinci bir səhv salma yöntəmi nədir? Either'ı atır qabağa, either Anna doesn't yenə yanlışdır. Niyə? Çünki Aizənin işlənmə yeri cümlənin sonudur. Bax, bunların hər biri bir test formatıdır. Yəni, imtihanda sizin qarşınıza çıxacaq bir səhv versiyadır. Aizə qabaqda olmaz, Aizə axırda olmalıdır. Burada Anna does yox, Anna doesn't either olmalıdır. Buna mütləq şəkildə fikir veririk. Daha sonra davam edirik. Dərsimizin bir adı nə idi? So do I. Yəni, təsdiq cümləyə mən bunun cavabını verirəm. Digər adı isə neither do I. So do I, neither do I. Deməli, bu nədir? İnkar versiyadır. Əgər bu cümlə inkardadırsa, mən Aizə ilə cavab verirəm. Bu bir versiya. İkinci versiya neither ilə cavab verirəm. Bunun üçüncü versiyası varmı? Bəli, var. Neither bərabərdir Nora. Neither necə işlədirəmsə, Nora da həmin formada işlədəcəm. Ona da gələcək bu əlavə hissələrdə. Deməli, yazdım cümləmi. Yazdım neither. İndi baxıram, görün bu cümlə sual inkar necə düzəlir? Behaves as indiki sadə zaman nə ilə düzələcək? Do, does-la düzələcək.
Mən bunu yazdım bura, mübtədamı da yazdım. Deyərsiniz ki, ay müəllim, siz bayaq dediniz ki, bəs Ayzə mütləq həmin cümlədə, yəni bu cümlədə inkar olmalıdır. Bəli, Ayzə inkara cavab verilir və işləndiyi cümlədə inkar olur. Amma, bax, burada çox diqqətlə fikir verin. Nədir? Müstəqil inkardır. Yəni, artırıldığı cümləni inkara çevirir. Bir cümlədə iki inkar olmaz qaydasına əsasən, burada neither doesn't she yanlışdır. Buna çox diqqət edin. Neither didn't my sister yanlışdır. Yəni, bu qədər sadə və bəsit bir cümlədir. Sadəcə olaraq, soğuduayda bəzi abituriyentlərə niyə çətin gəlir? Orada sonun aydını seçə bilirik. Zaten biz bilirik ki, təsdiq so, to, also, inkar, neither, either, nor. Buraları bəllidir. Yəni, bu təsdiq, bu inkar. Orada zamanları seçmək çox önəmlidir. Yəni, mən köməkçi feil, onu nə ilə qoyacam? Modal feili və hansı zamanda işlədəcəm. Gəldik əlavə qeydlərimizə. Sürətli şəkildə başlayaq. Görək bizim nə əlavə qeydimiz var. To, also, təsdiq, either, inkar cümlədə işlənir. Okey, bayaqki dediyimiz kimi. Hətta bunun önünə so artıraq, onun önünə neither, nor artıraq. İkinci bir versiya, neither özü inkar olduğu üçün inkarla işlədilə bilməz. Niyə? Çünki bir cümlədə iki inkar ola bilməz. Davam edirik. Sonra deyir ki, verilmiş cümlədə to be. Bax, bu hissəyə çox diqqət yetirmək istəyirəm. Mütləq şəkildə. Bax, bu to be hissəyə. Burada biraz danışaq. Niyə? Məsələn, mənə cümləni verir və iki dənə versiya verir. Birində yazır, so is my sister. Məsələn, A, B variantında yazır ki, so does my sister. Baxıram ki, düsturlar düzdür. Köməkçi feil birinci gəlib, sonra mübtəda gəlib. Məsələn, 5 variantdır. Deyəlim, birini zamana görə atırsan, birin yerlərini səhv dəyişik yazır, birini inkarda yazır. İki dənə əlində təsdiq qalır. So is my sister, so does my sister. Deməli, bunların nəyi fərqlidir? Köməkçi feilləri. Tez analiz edirəm, köməkçi feil fərqlidirsə, mən qalxıram yuxarıdakı cümləyə və baxıram, o cümlədə am, is, are, was, were varsa özü ilə düzəldəcəm. Yoxdursa köməkçi feillə düzəldəcəm. Yəni, do ilə, does ilə, did ilə varsa modal feilin fərq eləmir. Varmı burada? Bəli, var. Nə elədim? Özü ilə düzəltdim. Əgər olmasaydı, biz əvvəlki nümunələrdə görürük, olmasaydı, mən do-daz artıracaqdım, can artıracaqdım. Yəni, bu da buraxılan kobud səhvlərə aiddir. Mütləq şəkildə fikir verin. Çox sual verdiyiniz bir formatdır, yoldaşlar. Davam edirik. Aha. Modal. Çox sadə. Yəni, cümlədə modal varsa, so, must, we. Məsələ bitmişdir. Yəni, cümlədə biz dedik ya köməkçi feil, ya modal feil. Varsa modal yazırıq. Yoxdursa köməkçi feil. Məsələn, burada hansam, bir də belə bir şey var. Neither can I. Baxıram ki, bu keçmiş zamandadır. Mən niyə görə bunu kodla, kənlə verirəm ki, deməli yanlışdır. Eyni modal, eyni zaman, eyni köməkçi, eyni zaman. Mütləq şəkildə bunlara diqqət yetirin. Davam edirik sonra nə ilə? Have, has-dən. Burada biraz dayanıb sizə bir dənə qayda demək istəyirəm. Biz deyirik ki, have əsas feil ola bilir, köməkçi feil ola bilir, birləşmə ola bilir, modal ola bilir. Yəni, bunların tərkibində çıxış eləyə bilir. Bəs mən bunları necə bir-birindən ayırt edeyim ki, hansının sualı özü ilə düzəlir, hansının da özü ilə düzəlmir. Bu da abituriyentlərin, belə deyək də, qorxulu yuxularından biridir. Çünki səhv saldıqları bir momentdir. Yəni, əzbər yadda saxlayanmır ki, həzdən sonra, məsələn, həvdən sonra tu gələrsə, bu modaldır. Modalın sual inkarı özü ilə düzəlmir. Söhbət həvtudan gedir. Bu bir qayda. Sonra, birləşmə tərkibində. Have a breakfast deyir. Məsələn, have breakfast deyir. Düzdürmü? Burada birləşmədə özü ilə düzəlmir. Və yaxud da ki, vardır. Have got da özü ilə düzəlir. Have də özü ilə düzəlmir. Yəni, biraz qarışıq məqamlar var. İmtihanda elə bir situasiyadır ki, belə deyək də, insan adi bir şeyi səhv sala bilir. Mütləq mən nə edirəm? Cəmi cümləsindən bir dənə düstur yadda saxlayıram. Oturdum, düşündüm ki, bunu necə sadə bir formada sizə anlata bilərəm. Yoldaşlar, fikir verdim və yoxladım bütün versiyaları. Have-dən sonra participle to-lu feil gələrsə, o zaman sual və inkar özü ilə düzəlir. Deməli, gəldim bura. Baxdım ki, so, has, she. Deməli, burada diqqətinizi biraz da fokuslayın. Daha çox qulaq asın. Testlərdə gördüyüm digər bir məqam nədir? Biz öyrəşmişik nəyə? Bu cümləni verəcək və bizdən bunu istəyəcək. Baxıram ki, cümlə təsdiqdir, so.
Cümlə köməkçi fəaliyyəti nədir? Have has, yazdım have has. So has she. So have I. Düzdürmü? Bəs yaxşı, bunu verməsə, bunu versə necə olacaq? Belə bir test tipləri də var. Cavabı verir, sualı istəyir. Əla, super. Bu daha rahat. Sizə daha çətin gəlir, amma mənə çətin gəlmir. Niyə? Çünki müəlliməm deyə yox. Düzgün yöntəm və analiz qabiliyyətini bildirəm. Birinci baxıram so'ya. So mənə deyir ki, diqqətli ol. Yuxarıdakı cümlə təsdiqdir. Has mənə deyir ki, əgər mənlə düzəltmisənsə, məndən sonra paspultu gəlib ki, sən götürüb həzi bura yazmısan. Deməli, bir dənə fikir verin. Have hasdən sonra paspultu gəlirsə, bu nə olur? Bitmiş zaman. Deməli, bitmiş zaman tərkiblərində bir də have got istisnalı, indiki sadə olsa da, got da get'in keçirilmiş versiyasıdır. Yəni, orada da paspultu qaydası ödənir. Deməli, so'dan tutdum ki, yuxarıdakı cümlə təsdiqdir. Hasdən tutdum ki, yuxarıdakı cümlədə özündən sonra nə gəlib? Paspultu gəlibdir. Allah. Yəni, 2 dənə sistemi tutsan, bəs eləyir. Davam edirik. Bunun da inkar versiyası verilir. Məsələn, yuxarı verilmir, aşağı verilir. She hasn't either. Mən tuturam ki, IZ-dən yuxarıdakı cümlə inkar olacaq. Hasdən də tuturam ki, yuxarıdakı cümlədə özündən sonra paspultu gələcək. Fikir verin, bax, bayaq dediyim budur. Yəni, həmişə bitmiş zamanla yadda saxlamayın da. Burada bitmiş yox, indiki sadə zamandır. Amma yenə də paspultu qaydası ödənmiş olur. Gəldik nə? Digər versiyaya. Deyir ki, digər versiya nədir? Həfəzin sual inkarının özündən düzəlmədiyi versiya. Gəldim bura. Fred has to start a new project. Yəni, hasdən sonra to gəlib, bu nədir? Modal feil. Modal feilin sual inkarı özündən düzəlmir. Köməkçi feil hasdirsə does, havedirsə do və yaxud da ki, haddirsə didlə, yəni zamana görə dəyişir. Sonra gəldim bu hissəyə. I have a lot of vardır kimi əsas feildir. Orada nə ilə düzəldirəm? Təbii ki, zamanla uyğun do ilə does'la həmin formada düzəldirəm. Davam edirik. Bizə deyir ki, bu halın inkar forması çox rahatdır. Siz niyə rahatdır? Təsdiq olanda mən oradakı köməkçi feil, modal feili görə bilməyə bilərəm həyəcanla. Amma fikrin, bu cümlədə, deməli, bu inkardır, düzdür? Nəyinə qarşılıq verirəm? Varsa naize ilə, varsa aize ilə, varsa norla cavab verirəm, düzdürmü? 3 versiyadan biri ilə. Və burada inkar nəyinə düzəldirsən? Həzlə. Götür yaz ora. Bitdi. Nəyinə düzəldirsən? Kənlə. Götür yaz ora. Nəyinə düzəldirsən? Məsələn, dazla götür yaz ora. İzlə, isn't deyirsənsə, deməli, iz yazılmalıdır. Yəni, inkar nə ilə düzəlirsə, özü ilə yazırsan. Yəni, ona görə biz deyirik ki, inkarlar çox rahat və sadədir. Aydındır? Nə ilə işlətmişsənsə, onunla da yazırsan. Bir dənə fikir ver bu hissəyə. Mən demişdim ki, mütləq şəkildə necədirsə elə ver. Kuddur mu? Kud ver. Kən versən, yanlışdır, səhvdir. Ona görə bu kimi xırda qaydalara fikir veririk. Deməli, sürət şəkildə keçir digər bir bəndimizə. Biz də deyik ki, verilmiş cümlə təsdiqləyirsə, cavab da təsdiq olmalıdır. Bu zaman cavablarda so-to olsun. Bayaqdan dediyimiz bir şey. Verilmiş cümlə inkardırsa, naize, aize, digər bir versiya yavaş-yavaş yaxınlaşır nor versiyası ilə. Sonra gəlir deyirik ki, naize olan cümlədə ikinci inkar ola bilməz. Niyə? Çünki naize müstəqil inkardır. İkinci bir inkar təbii ki də ola bilməz. Bəs yaxşı, aize olsaydı, yoldaşlar, aize inkar deyil. Aize inkar istəyir. Bax, bunlar ayrı-ayrı şeylərdir. Ona görə çox diqqətlə fikir verin. Sonra bax, bizim dediyimiz yer dəyişmə məsələsi. Aize qabaqda ola bilməz. Aizenin yeri sondadır. Cümlənin ortasında olsa o əvəzli olur. Ona da fikir verin. Orada danışdıq. Aha, gəldi bu apostrof S məsələsinə. Apostrof S-dən sonra ing-li gələrsə nə olar? Məsələn, keçmiş gələrsə nə olar? Yoldaşlar, ing-li gələndə bu ya belə deyək, iz olacaq ya da həz ola bilər. Apostrof S. Yaxşı, mən bura izi qoysam, is moving, bəli, bu bir şeyə oxşuyur. Bu indiki davam edici oxşuyur. Yaxşı, has moving deyilən bir düstur varmı ki? Belə bir şey yoxdur yəni. Deməli, apostrof S-dən sonra ing gələrsə, bunu mən iz kimi qəbul edirəm. Ondan sonra gəldim hissəsinə, bax bu hissəsinə. Apostrof S-dən sonra paspultulu feil gələrsə, nə olur bu? Həz olur. Məsələ bitmişdir. Deyərsiniz ki, müəllim, birdən bu izdə ola bilər axı. İzdən sonra paspultu gələ bilər. İz
Üstə gəl, past bultu. Bu nə düsturudur? Passive voice. Tamam, tərcümə elə. Tərcümə elə gör hərəkət Lindanın üzərindən icra olunur. Linda başladıldı. Belə bir tərcümə varmı ki? Xeyr. Deməli, bu is deyil. Bu nədir? Bu has'dir. Bu have'dir. Deməli, burada has just started. Aydındır. Yəni, bütün versiyaları yoxlayıram. Siz nə deyirsinizsə, mən də onu eləyirəm. Yəni, iddia edirsiniz ki, bu is də ola bilər, bəli, ola bilər. Amma burada is deyil. Niyə? Çünki tərcümə elədim, yəni. Tərcümə testin doğru olmasının yeganə yoxlama metodudur. Mütləq imtahanda da yazdım mı, cavabları test kodlaşdırma. Tərcümə et, düzgün doğruluğu al, ondan sonra yaz kimi. Tamam elə. Hə, bax, burada bir parantez açırıq. Biz dedik ki, to be feilləri diqqətli ol. Özündən sonra participle to'lu feil gəlirsə, bu has'dir. Düzdürmü? Amma o to be-li birləşmələr deyilən bir dərs var. To be-li ifadələr. To be interested in, to be good at, to be bad at. Bu kimi to be-li ifadələr var. Fikir ver, some interested idi. Onda belə çıxır ki, bu some has interesteddir. Xeyr. Bu to be-dir. Bu əmizar. To be interested in. Bəs yaxşı, mən bunu hardan bildim? Təbii ki də biz imtahana getməmişdən öncə to be-li ifadələr, have-li ifadələr, made-li ifadələr, sonra bu kimi ifadələri nə edirik? Əzbərləyirik. Əzbərləyirik, to be-li ifadələr hər yerdə mənə lazım olacaq. Passive voice-da da qabağıma çıxacaq, adi cümlələrdə də və bu ifadələrin öyrənməsinin səbəbi inşada işlətməyimizdir. İşlətsək daha yüksək bal alacaq. Bu aydın məsələdir. Buna diqqətlə fikir verin. To be-li ifadədirsə əzbərləyirəm və ani bir moment yazıram. Sonra mənə deyir ki, əgər cümlədə never, no longer, no more, hardly bunlar işlənirsə bu cümlə inkardır. Bəli. Əsasda hardly'dan ehtiyatlı olun. Yenə digərlərinin içindən no-dan, never'dən görürəm deyə hardasa bilirəm. Amma hardly'də yoxdur. Amma diqqətli olun, hardly cümləni tamamilə inkara çevirir. Hardly olan cümlədə ikinci inkar ola bilməz. Davam edirik. Deyir ki, bəzi feillər zamana görə dəyişmir. Yəni, keçmişi də, indikisi də eyni olur. Cut, cut, put, put, cost, cost, let, let. Bəs biz onda nə edəcəyik? Çox rahat, mütləq şəkildə nə edirəm? Mübtədaya baxıram. Və bizə bu feilləri versə, məcburdur ki, mübtədanı üçün təkində versin. Nəyə görə? Çünki mənə üçün təkində versə, mən bilirəm ki, indiki sadə zamanda, üçüncü şəxsin təkində, he, she, itdə feilləri nə artırıram? S artırıram. Mən baxıram ki, ana ilə nə verib? Let's. S varsa, bu indiki sadə zamandır. S yoxdursa, mother let John play desə, deməli bu keçmiş zamandır. S varsa indiki zaman, yoxdursa keçmiş zaman. İndi burada cəm versə necə olacaq? Verə bilməz. Niyə? Çünki cəm versə, sən onu ayırt edə bilməzsən. Əgər burada cəm versə ki, məsələn, oğlanlar, the boys, o zaman mütləq bu cümlədə sənə zaman zərfi verməlidir. Məcburən. Çünki verməsən o zaman zərfin, məsələn, mən bunu cəmləndirdim. Mother demək, məsələn, boys let John play in the yard no longer. Hansı zamandır bu? Mən nə bilim. Ya zaman zərfi ver, ya da üçüncü şəxsin təkini ver, mən seçim. Mother let nə verdim? Does'la verdim. Məsələ bitmişdir. Mother let nə olacaq? Did olacaq. Bu qədər sadə. Buna da çox fikir verin. Bu da qarışdırılan məqamlardandır. Aha. Deyir ki, cümlədə yəli halın işləmə məsələsi isimli, isimsiz versiya. Yoldaşlar, burada bir dənə fikir verdiyimiz məqam nədir? Mən gətirib buram so do mine yazıram. Doğrudur. So do my səhvdir. Niyə? Çünki my özündən sonra nə istəyir? İsim. Yazmışıq? Yox. Deməli, nə etməliydik? Yazmalıydıq. My ola bilməz, mine olar. İsimli versiya yox, isimsiz versiya işlənməlidir. Davam edelim. Gəldik, nəhayət, bayaqdan danışdığımız norm məsələsinə. Yəni, burada adi bir sistemdə fərqli bir şey yoxdur. İnkar cümləyi nazir vermişəm, okey. Köməkçi feilini düz qoymuşam, o da düzdür. Eyni şeydir. Nazirəni norla əvəzləyirəm və olduğu kimi yazıram. Fərqli bir şey etmədim. Nazir do I, nor do I eyni şeylərdir. Fərqli bir məqam yoxdur. Nazir dair nə bilirsənsə onu da yaz. Aha,
Cümlədə have to modal feilin sual inkarı deyir ki, özünə düzəlmir. Düzəlməsin. Biz bunu bayaq danışdıq ki, hətta have-dən sonra participle feil gələrsə, sual inkar özünə düzəlir. To stay participle feildir? Xeyr. Participle deyilsə, deməli köməkçi feillə düzəlir. Had demək didn't. Və yaxud da analiz elə. Had to modal feildir. Had breakfast birləşmədir. Yəni necə istəyirsiniz elə də tapın. Sizə nəzəriyyə rahatdırsa, nəzəriyyə ilə tapın. Praktik üsul rahatsa, praktik üsulla tapın. Yəni bunlar sizə sunulan versiyalardır. Yəni imtahanda hansı yadına düşsə istifadə edə bilərsən. Hər kəsə uğurlar.